Soldakı sözlərə sağdakı simvollar uyğun gəlir. Qanuna uyğunu tapıb təllədə sözünə uyğun olan simvolları tapmalıyıq. Burada deməli solda 4 hərfli sözləri, sağda isə 2-2 simvoldur. Bu demək ki, hecalara görə, yəni hər iki hərfə bir simvol uyğun gəlir. Hər sözün qarşısına yazılan həmin sözün simvolu olmaya bilər. Qarışıqdır. Biz 2-2 bunu tapmağa çalışırıq. Deməli, birinci hərflərə baxsaq, 2 dənə K ilə başlayan var. Qanunlar fərqli-fərqlidir. Sağda isə 2 dənə eyni olan bu ulduz olan simvoldur. Deməli, K-nin yerinə həmin o dairə daxilində ulduz olanı yazmalıyıq. Təxminən həmin simvol olsun bu. Bəndlərdə, daha doğrusu soruşulan söz tələdə sözüdür. Orada K yoxdur. Biz həmin ulduz olan variantları silə bilərik buradan. İkinci keçək, ikinci hecalara baxaq. Deməli, və ya K ilə bitən sözə baxsaq, K ilə bitən 2 dənə söz var. Biri bu sözdür, biri də buradakı söz. Deməli, K ilə bitən və K ilə başlayan. Geri qalan bir dənə dələ sözü qalır burada. Buna fərqli üsulunu tapmaq olar. Biz ilk görünən, məncə ən sadə üsulu budur. Dələ sözü sağdakı ulduz olmayan simvollar bunlardır. Deməli, D-yə uyğun olan simvol buradakı birinci simvoldur. L-yə uyğun da orada var. Deməli, bizdə soruşulan söz L-dədir. L-də deməli, dələdəki işarələrin yerlər dəyişmiş formada olmalıdır. Hansı variantda uyğun gəlir? Deməli, D-yə uyğun gələn simvola baxırıq. Bu kiçik romlar olan və bu sonda olmalıdır. B bəndi deyil. Qalır cavab D bəndi. Verilmiş ədədlər ardıcıllığında qanuna uyğunluq tapıb A-nı və B-ni və A üstəgəl B cəmini tapmalıyıq. Deməli, ardıcıllığı burada 4-ə vurulma var. Digərlərində yoxlayaq bu varmı? 3-dən 12-yə 4-ə vurulma var. Deməli, hər iki addımdan bir 4-ə vurulma tətbiq olunub. 23-ü 4-ə vurulan 92 alınır. Digərdə isə 5 çıxılıb. 8-dən 5 çıxanda 3, 12-dən 5 çıxanda 7, 28-dən 5 çıxanda 23. Bu ardıcılığı davam etdirsək, 92 çıxılsın 5. Yazaq bura A bərabərdir. 92 çıxılsın 5 bərabərdir 87. A-dan B-yə keçəndə isə 4-ə vurulma olmalıdır. B bərabərdir 87 vurulsun 4. 4 vur 7, 28. 8 yazırıq. 2 yadda 4 vur 8. 32, 2 də yadda 34. Biz tapmalıyıq A ilə B-nin cəmini. 87 və 348-in cəmi. 7-dən 8, 5 yazırıq. 1 yadda 8, 12, 1 də yadda 13 və burada yazıq 4. Olur cavab 435 B bəndi. İşarələrə uyğun əməlləri tətbiq edib verilmiş ifadənin qiymətini tapmalıyıq. Deməli, 3 və 2-yə tətbiq olunmalıdır. 3-cü sətirdəki qaydalar. Ardıcıllıq deməli 2 vurulsun. Burada x 3-dür. Üstə gəlinsin y, yəni 2, üstə gəl 4. O da bərabərdir. 6 üstə gəl 6, 12. İkinciyə tətbiq olunmalıdır. Birinci sətirdəki hesab ardıcıllığı, hesablama ardıcılığı. Deməli, x-ə yenə 4 yazsaq, 5 vurulsun 4, çıxılsın 3 vurulsun. Y də burada 5-dir. Alınır 20, çıxılsın 15, bərabərdir 5. Sonuncu tətbiq olunmalıdır. Buradakı ikinci olan, deməli, x üstə gəl 2y. Sanki x 7-dir. Y də 1-dir. Üstə gəl 2 vur 1, bərabərdir 7 üstə gəl 2, 9. Biz bu 3 dənəsinin cəmini tapmalıyıq. 12 üstə gəl 5, üstə gəl 9, bərabərdir 26 alınır. Cavab A bəndi 26. Ədədlər arasında əlaqəni tapıb A üstə gəl 1 cəmini tapmalıyıq. Bu tip suallarda ədədlərin ya cəmi, ya hasil, ya da qarışıq əməllərdən istifadə olunur. Burada 3, 4, 8-in cəmi 15 olduğunu görə bilirik. 3 üstə gəl 4, üstə gəl 8 bərabərdir 15-dir. Digərlərini yoxlayaq. 9, 5, 7 cəmi 21 olur, bəli. Demək ki, bəndləri digərlərini yoxlayaq. Böyük ehtimal belədir. 4, 6, 10, 18. Bu da ödəndi. Ədədləri, rəqəmləri cəmləmək lazımdır. Daha doğrusu ədədləri. 6, 1 üstə gəl 5. 6, 1, 7, 5, 12. Bu da ödədi. Digərində olmalıdır 8 üstə gəl 7 üstə gəl A bərabərdir 21. Buradan alınır A bərabərdir 6. Sonuncuda isə B üstə gəl 4 üstə gəl 9 bərabərdir 17. B bərabərdir bu ikisi 13, 4 olur. Biz tapmalıyıq A üstə gəl B cəmini. 6 üstə gəlsin 4 bərabərdir 10 olur. Cavab C bəndi 10. Ədədlər ardıcıllığı verilib, qanuna uyğunu tapıb, suala uyğun gələn ədəd tapmalıyıq. Burada
vurma deyil. Çünki vurma olsaydı 44-dən 58-ə keçiddə, 58-dən 74-ə keçiddə bu pozulardır. Çünki orada digər kəsr ədədlərə vurular. Toplama ilə baxaq. Görə burada deməli 2 gəlinir, burada 4 gəlinir, burada 6 gəlir. Deməli toplanan ədədlər 2-2 artır. Yoxlayaq. Üstəgəl 8, bəli. Ödənir 10, ödənir 12, 14 gəlinməlidir, ödəndi 16 gəlinməlidir. Düz deməli növbəti gəlinməlidir 18. Çünki toplanan ədədlər də 2-2 artır. 74 üstə gəlinsin 18 olacaq bizim sualın yerinə yazılmalı ədəd. O da bərabərdir 92. Cavab B bəndi 92. Ədədlər arasındakı əlaqəni tapmalıyıq. Buradakı ox işarələri bizə xeyli kömək edir. Deməli 5-i 6-ya vursaq olur 30. Üzərinə 1 gəldikdə 31. Digərlərini yoxlayaq. Çünki 5 vur 6 30 daha rahat görünən bir şeydir. 8 vur 2 24. Üstə gəl 1 25 ödənir. 7 vur 2 14. Üstə gəl 1 15-ə bərabərdir. 36 1 37 ödənir. 48 1 49 ödənir. Deməli sual işarəsinin yerinə olmalıdır. 5 vur 12 üstə gəl 1. 60 üstə gəl 1 bərabərdir 61. Cavab C bəndi 61. Solda verilmiş ədədlərdən sağdakı ədədlər alınmalıdır. Burada birinci ən asan görünən hissə sağdakı ədədlərin kvadratlar olmasıdır. Bu 9-un kvadratıdır. İkincisi 7-nin kvadratı, o birisi isə 4-ün kvadratıdır. Deməli 15-dən 6 çıxanda 9-a bərabər olur və 9-un kvadratı 81-dir. Eyni qayda ilə 11 çıx 4-də 7-dir. Kvadratı 49 olur. 3-cü sətrə baxsaq 9 çıx 5 4-dür. 4-ün kvadratı 16-dır. Deməli biz tapmalıyıq 27 çıxılsın 13-ü. Bu bərabərdir 6-ya və 6-nın kvadratı bərabərdir. Daha doğrusu 27 çıxılsın 13 bərabərdir. 23 17 fikirləşdim. Bərabərdir 14-ə. Biz tapmalıyıq 14-ün kvadratını. 14-ün kvadratı bərabərdir 196. Cavab D bəndi. Cədvəldə verilmiş ədədlər arası əlaqəni tapmalıyıq. Sətir və sütun boyunca baxmaq olar. Sütun boyu ədədlər çoxdur. Sətir boyunca baxaq. Deməli, bu nisbətən çətin sualdır. 2-2 cəmləri, hasillərinə falan baxılmalıdır. 8, 2, 16, 12. Digərlərində ödənmir onsuz da. Heç burada ödənmir. Deməli, 8-i kənarda 8-i 3-ə vursaq 24 alınır. O da burada yazılıb. 6-nı 9-a vursaq 54 alınır. O da burada verilib. 5 vur 7 35. O da verilib. 4 vur 3 bərabərdir 12. O da burada verilib. 9 vur 8 bərabərdir 72 olmalıdır. 2 buradadır. Sual işarəsi yerində isə 7 olmalıdır. Cavab A bəndi 7. Hərflərin yer dəyişməsinə əlaqəli bir sualdır. Deməli, düzbucağı daxilində yazılan sözdə hərflər tam tərsinə düzülməlidir. Onda buradakı bu sözdə də hərflər tam tərsinə düzülməlidir. Olmalıdır A, B, R, Ə, N. Bu oval tipli fiqurda isə deməli, burada nər var, burada nər. Birinci 3 hərf tərsini yazdır, sonra 2 hərf tərsini yazdır. Deməli, burada olmalıdır birinci 3 hərf tərsinə V, Ü, G, sonra 2 hərf tərsinə, o da N, Ə. Və düzbucaqlının daxilində olmalı, çünki ovaldan düzbucaqlıya keçirik. Sonra düzbucaqlığa görə də hərflər tərsinə düzülməlidir. Olmalıdır Ə, N, G, Ü və V. C bəndi. Əngür. Ədədlər arası əlaqə tapılmalıdır. Rəqəmlərin cəminə, hasilinə, fərqinə və digər şeyə baxa bilərik. Burada fərq baxsaq olmayacaq. Çünki 5 çıx 9 mənfi 4-dür. 8 çıx 2 6 müsbət 4-dür. Yəni eyni ardıcılıqla düzülməyib, artan və ya azalan. 6 vur 7 olur 42. 6 üstə gəl 7 olur 13. Və bunların cəmi bərabərdir 55-ə. İkinciyə baxaq. 8 vur 2 bərabərdir 16. 8 üstə gəl 2 bərabərdir 10. Bunların da cəmi olur 26. Ödənir. Üçüncünü yoxlayaq. 4 vur 3 bərabərdir 12. 4 üstə gəl 3 bərabərdir 7. Bunların da cəmi olur 19. Sonuncunu yoxlayaq. Hesablayaq daha doğrusu. 5 vur 9 bərabərdir 45. 5 üstə gəl 9 bərabərdir 14. Cəmi olur 59. Bunu başqa cür belə yazmaq olar. Məsələn, birinciyə yazıram. 6-nı bir varid artırırıq 7. 7-ni bir varid artırırıq 8. Vurub 1 çıxırıq. Yəni, əslində bu eyni şey deməkdir. Burada bu görünmür. Yəni, bu ardıcıllıqla bu eyni şeydir. Amma
yazılışda görünmür. Deməli, biz sonucunu da eyni qaydada yoxlayaq. 5-i 1 var artıram 6, 9-u artıram olur 10, çıxılsın 1, 60 çıx 1, 59, yenə alınır. Cavab 59 B bəndi.